Azərbaycanın qədim bölgəsi olan Qarabağa səyahətə çıxırıq. Biz sizə Azərbaycanın Qarabağ adlı ən qiymətli xəzinəsini göstərəcəyik. Qarabağ Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə eləyir. Azərbaycan dilindəki qara və bağ sözlərindən əmələ gələn Qarabağ sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl işlənib. Azərbaycan dilində qara sözünün rəngdən başqa qalın və ya böyük kimi anlamı da var. Bu baxımdan Qarabağ böyük bağ və ya qalın bağ mənalarında kəsb eləyir. Dağlarının başı tez-tez duman olan bu şəhərin əsası 1752-ci ildə qoyulub. O relyefinə görə alınmaz qala, təbiətinə görə isə tək Qarabağın deyil, Azərbaycanın mirvarisi sayılır. Bu şəhər hər bir Azərbaycanlı üçün çox əzizdir. Bura Şuşadır. Biz də Şuşadayıq. Bu şəhəri yenidən kəşf edəcəyik. Salam Şuşa. Əfşarlar sülaləsinin banisi Nadir Şahın ölümündən sonra Azərbaycan ərazisində xanlıqlar yarandı. Onlardan biri də Qarabağ xanlığı idi. Bu xanlığın Azərbaycanın dövlətçilik tarixində mühüm yeri var. Qarabağ xanlığı əslində müstəqil bir dövlət sayılırdı. Onun siyasi mərkəzi isə Şuşa şəhəri idi. Şuşa adının bir neçə anlamı var. Şüşə, yəni təmiz, pak. Bu, Şuşanın büllur kimi təmiz və saf havası ilə bağlıdır. Şuşa sözünü şiş, dik, yüksəklik mənasında da izah edirlər. Bunu isə şəhərin yerləşdiyi coğrafi şəraitlə bağlayırlar. Tarixdə Şuşa alınmazlıq qalası, möcüzəli təbiətə və musiqiyə malik dağlar qoynunda yerləşən bir şəhər kimi tanınır. Şuşa şəhərinin 270-dən çox yaşı var. Onun təməlini Qarabağ xanlığının qurucusu Pənahəli xan qoyub. Gördüyünüz bu qala Şuşa qalasıdır. Ona alınmaz qala da deyirlər. O, Şuşa şəhəri ilə eyni yaşdadır. Müəyyən müddətdən sonra dağılan qalanı Pənahəli xandan sonra hakimiyyətə gələn İbrahim Xəlil xan yenidən qurub. Şuşa qalası tək Şuşa üçün deyil, bütün Azərbaycan üçün rəmzi məna daşıyır. Qala divarlarının tikintisi 3 ilə başa çatıb. Qarabağ xanlığını qorumaq üçün tikilmiş və hökmdarın adını daşıyan, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən Şuşa qalası xalq arasında Pənahabad adlanırdı. Sonralar şəhər qala, Şuşa qalası və nəhayət sadəcə olaraq Şuşa adlandırılmağa başladı. Bu şəhər 3 tərəfdən sıldırım qayalarla əhatə olunmuş, dağların qoynunda dünyaya göz açan alınmaz qaladır. İlk olaraq məhz bu üstünlüyü onu mərkəzə çevirdi. Şuşa qalasının qapıları da çox məşhur idi. Onlardan biri də gördüyünüz bu Gəncə qapısıdır. Bu yol Azərbaycanın Gəncə şəhərinə aparır. O yüzden ona bu adı vermişdilər, Gəncə qapısı. Qalanın qapıları səhərlər açılır, axşamlar isə bağlanırdı. Şuşa qalasının tikildiyi sahə çox saylı təpə və yarğanlara malikdir. O qərbdən amfiteatr formasında olan dağ yaylasıdır.
Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 metr, ən aşağı sahəsi isə 1300 metr hündürlüyə malikdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhər salma prinsipləri özünü büruzə verir. Qalanın inşası əsasən hərbi siyasi vəziyyətin tələblərindən irəli gəlirdi. Həmin dövrdə tikintiyə Pənahəli xanın əmri ilə Təbrizdən, Ərdəbildən və başqa şəhərlərdən də məşhur ustalar dəvət edilmişdi. Zəngin tarixə malik Şuşa ətrafındakı qədim yaşayış yerləri, həmçinin məşhur Cıdır düzündəki Şuşa mağarası Azərbaycanın ən qədim insan düşərgəsindən biri olduğunu təsdiq edir. Tədqiqatçıların araşdırmalarına görə Şuşa ərazisində qədim insanlar 200-250 min il bundan əvvəl yaşamağa başlayıb və bu ərazi qədim sivilizasiya mərkəzlərindən biri olub. Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid insan düşərgəsi aşkar olunub. Bu mağaralar Şuşa ərazisində olduğu üçün onları Şuşa mağaraları adlandırıblar. Gördüyünüz bu qədim evlər Xan Sarayı və Xurşudbanu Natəvanın evidir. Xurşudbanu Natəvan Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızıdır. Ailənin tək övladı olduğu üçün ona tək İnci adını vermişdilər. Xalq arasında isə Natəvana xan qızı deyirdilər. 1845-ci ildə Mehdiqulu xan vəfat eləyəndən sonra atasının bütün hüquqları məhz Natəvana keçir. Natəvan Azərbaycan mədəniyyətində həm şairə, həm də ki, rəssam kimi kifayət qədər böyük şöhrət qazanıb. Bundan başqa xan qızı Natəvan gördüyü xeyriyyətçi işlərə görə də el arasında böyük hörmətə malik idi. Bir sözlə, Şuşa cəmaatı Natəvanı çox sevirdi. Xan qızı Natəvanın evi 18-ci əsrə aid tarix memarlıq abidəsi hesab edilir. Dövrünün savadlı və istedadlı xanımlarından biri olan Natəvanın nəğmələri, qəzəlləri, rəsmləri məhz bu evdə yaranıb. Bu ev Şuşanın ilk zamanlarda inşa edilmiş mülklərindən biridir. O, Şuşa qalasının yaxınlığında, mənzərəli yerdə salınıb. Xurşudbanu Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, həm də Şuşaya su çəkdirən xeyriyyəçi kimi adını tarixə yazıb. Şuşadakı içməli su problemini həll eləmək üçün 1871-ci ildə Sarıbaba dağından Şuşaya çəkilən həmin su kəməri saxsı borularla çəkildiyi üçün suyu sərin olurdu. Xurşudbanu Natəvanın çəkdirdiyi bulaq Xan qızı bulağı adı ilə tanınır. Bulaq ağ mərmər saldaşlarla tikilib. Natəvanın evinin qarşısında yerləşən Xan qızı bulağı 12 gözdən və 8 guşəli çarxozdan ibarətdir. Qarabağ xanlığının rifah və qüdrətinin zirvəsi 17-18-ci əsrlərə təsadüf edir. Şəhərin ən yaxşı memarlıq binaları da məhz o vaxtlar tikilib. Şuşanın kütləvi tikintisi isə Pənahəli xanın oğlu İbrahim Xəlil xanın dövründə başlayıb. Onun hakimiyyəti dövründə Qarabağ xanlığı ən güclü Azərbaycan xanlıqlarından biri idi. Şuşanın mərkəzi meydanında yerləşən gördüyünüz bu yuxarı Gövhərağa məscidi Şuşanın ən qədim məscidi sayılır. Onun əsasını Qarabağ xanı Pənahəli xan qoyub və ilkin versiyada o qamışdan və qarğıdan inşa edilib.
Pənahəli xandan sonra hakimiyyətə gələn İbrahim Xəlil xan Yuxarı Gövhər Ağa məscidini yenidən və daşdan inşa elətdirir. Bu məscidin memarı isə Kərbəlayı Səfixan Qarabağıdır. O Qarabağda bir çox abidələrin müəllifi sayılır. Qoşa minarəli məscid yararsız hala düşdüyü üçün İbrahim Xəlil xanın qızı Gövhər Ağanın maddi dəstəyi ilə 3-cü dəfə yenidən inşa edilib. Məscidin minarələrinin dekoru isə alim və bir çox peşələrə sahib olan Mir Mövsüm Nəvvab tərəfindən işlənib. Dinindən asılı olmayaraq istənilən şəxs məscidi ziyarət edə bilər. Onu da xüsusilə qeyd edeyim ki, Gövhər Ağa məscidində bir huzur və xoş aura var. Yuxarı Gövhər Ağa məscidi memarının ən gözəl əsərlərindən biri sayılır. 2020-ci ildə Şuşa işğaldan azad olunandan sonra dağıdılmış bu məscid yenidən bərpa olunub və əvvəlki görkəminə gətirilib. Məscidi istər daxildən, istərsə də həyətdən seyr elədikcə onun gözəlliyindən, memarlığından zövq alırsan. Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarix mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur. Şuşada 17 məhəllə olub. Deyilənə görə bu daha çoxdur. Hər məhəllənin də dövründə özünün bulağı və məscidi olub. Hal-hazırda biz Saatlı məhəlləsindəyik. Gördüyünüz bu məscid isə Saatlı məsciddir. Onun da memarı Kərbəlayı Səfixan Qarabağıdır. Belə deyirlər ki, bu memarın son əl işidir. Şəhərdəki bu tip digər məscidlərin damında müəzzin, yəni azan verən şəxs üçün kiçik köşk yerləşdirilirdi. Saatlı məscidində isə müəzzin üçün rəngarəng minarə inşa edilib. Minarələrin tikintisində kərpişdən istifadə olunub və o naxışlarla bəzədilib. Saatlı məscidi Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə görə çox seçilir. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb. Şuşanın azad edilməsindən sonra dağıdılmış məsciddə 2021-2023-cü illərdə əsaslı bərpa işləri aparılıb. Məscidin interyer həlli bədii kamillik nümunəsində hesab oluna bilər. Tavana dayaq olan 4-8 bucaqlı daş sütunlara sahib olan ibadət zalı 3 nefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidləri yaranır. Divarların səthi, həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidi seyr eləməyə hər kəs gələ bilər. Şəhərin relyefinə görə Şuşanın 17 məhəlləsindən 9-u aşağı, 8-i isə yuxarı məhəllə sayılırdı. Hərəsinin də öz adı var idi. Deyilənə görə o dövr şəhər sakinləri özlərini qalalı adlandırırdılar. 18-ci əsrin ikinci yarısından şəhər əhalisi artmağa başladı. Şuşanın təbiətinin füsunkarlığına, havasına və suyuna görə yayda əhali sayı 4, bəzən 5 dəfə artırdı. Əhali artdıqca şəhər də qısa zamanda böyüyürdü. Bütün dövrlərdə Şuşa cazibəsini insanlardan əsirgəməyib. Şuşa sakinləri demişkən, şəhər həmişə qonaqlı qaralı olub. Şuşada evlər ara memarlığı üslubunda tikilirdi. Ona görə də onlar ölçüsünə görə bir-birindən fərqlənirdi. Şuşalılar ümumiyyətlə evin interyeri kimi eksteryerinə də xüsusi fikir verirdilər və hər şeyi zövqlə edirdilər. Onu da deyim ki, Şuşanın küçələrini gəzdikcə onun koloriti, aurası sizi məftun eləyəcək.
Bu məhəllələrdə yaşayıb yaratmış bir çox insanlar bu gün də tək Qarabağda deyil, dünyada tanınır. Təbii gözəlliyi ilə seçilen Şuşa Azərbaycanın milli memarlığının və orta əsrlər şəhər salma sənətinin qiymətli abidəsidir. Şuşa həm də çoxsaylı gözəl tikilləri, evləri ilə də çox məşhurdur. Şuşanın Çuxur məhəlləsində yerləşən bu 3 mərtəbəli saray tipli ev 1849-cu ildə inşa edilib. Hacıqulu Saray kimi tanınan bina öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsi heyran edib. Malikanədə 46 otaq və 2 böyük qonaq zalı olub. Çox təəssüf ki, 1992-ci ildə müharibə zamanı ev top atəşindən dağıdılıb. Hazırda evin bəzi divarları qalmaqdadır. Şuşada bəylərin, zadəganların evləri kifayət qədər çoxdur və onlar xüsusi dizaynla seçilirlər. Gördüyünüz bu malikanə Hacıqulların malikanəsidir və 18-ci əsrə aiddir. Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi bu malikanə dövlət tərəfindən qorunur. Şuşada evlərin daxili divarlarında naxışlardan, müxtəlif təsvirlərdən xüsusi zövqlə istifadə olunurdu. Şuşa şəhərində anadan olan rəssam, ornament ustası Qəmbər Qarabağının əl işləri xüsusilə seçilirdi. Mehmandarovlar soyadı Qarabağda, Şuşada çox tanınmış soyaddır. Hal-hazırda biz onların ev muzeyindəyik. Burada bəzi rəsmlər hətta olduğu kimi saxlanılıb. Çünki bu ev yenidən bərpa olunubdur. Burada onların şəxsi əşyaları, bir də Şuşa sakinlərinin muzeyə hədiyyə elədiyi əşyalar sərgilənir. Şuşa zadəganlarının malikanəsi ilə tanışlıq sizdə çox xoş təəssürat yaradacaq. Yenidən bərpa edilib qurulan, şəhərin görünüşünə xüsusi yaraşıq verən Mehmandarovların evinin fasadı, interyeri turistlərin zövqünə oxşuyur. Evin içində gəzdikcə sanki başqa bir dövrə düşürsən. Divardakı əl ilə çəkilən rəsmlər, qədim ev əşyaları və onların düzülüşü, köhnə şəkillər, qədim royal, xalı xalça, bir sözlə hər bir xırda detal sizi çox gözəl və qədim bir dövrə aparacaq. Burada yaşamadığımız, lakin oxuduqlarımızdan, şəkillərdə gördüklərimizdən, xəyalımızda qurduğumuz o qədim dövr canlanır. Bu evdə zadəgan, aristokrat bir cəmiyyətin aurası var. Mehmandarovların evindəki ornamentli və sujetli panolar Usta Qəmbər Qarabağının ilk işlərindən hesab edilir. Memarlıqda, ədəbiyyatda, musiqidə və bir çox fərqli sahələrdə yenilikləri, istedadları ilə seçilən insanları Şuşa şəhəri sanki öz qoynuna çəkib. Bu şəhərdə yaşayıb yaradan və öz sahəsində Azərbaycana töhfə verən insanların adları ölkədə xüsusi hörmət və ehtiramla çəkilir. ...1982-ci ildə Azərbaycanın Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Vaqifin qəbri üzərində gördüyünüz bu məqbərə ucaldılıb. Çox təəssüf ki, 1992-ci ildə ermənilər Şuşanı işğal eləyəndə məqbərəni dağıdıblar.
Amma 2020-ci ildə Şuşa azad olandan sonra ölkə başçısı İlham Əliyevin təşəbbüsü və göstərişi ilə köhnə eskiz əsasında Vaqifin məqbərəsi yenidən qurulub. Onu da deyim ki, Vaqifin məqbərəsi Cıdırdüzü ərazisində yerləşir. Qarabağ xanının vəziri, Azərbaycan milli ədəbiyyatının klassiki, şair Molla Pənah Vaqif Şuşada bir çox obyektlərin tikintisində bilavasitə iştirak edib. O, şəhər salmada böyük rol oynayıb. Xanlığın bütün işlərinə nəzarət edən Vaqif, Xan sarayının, yaşayış binalarının, həmçinin qala divarlarının tikintisinə də başçılıq edib. Hər il məqbərənin qarşısında təntənəli poeziya günləri keçirilib, şeirlər oxunub. Məqbərə yenidən qurulandan sonra vaxtilə əsası qoyulan ənənə bərpa edilib. Artıq Şuşada hər il Vaqif poeziya bayramı böyük şövqlə bayram kimi qeyd olunur. Şuşada gözəl olmayan yer yoxdur. Sadəcə biri o birindən biraz daha gözəl, daha füsunkardır. Burada az qala hər ev, hər abidə, hər küçə bir tarixdir. Hər birinin də öz real hekayəsi var. Bu hekayələri vərəqlədikcə gözəl bir tarixə səyahətə çıxırsan. Onlar o qədər maraqlı, romantikdir ki, bitməsini istəmirsən. Şuşa hekayələr şəhəridir. Şuşanın dağları değil dumanlar, kırmızı koftarın yaşı tumanlar. Derdinden ölmeye çoktur gümanlar, derdinden ölmeye çoktur gümanlar. Buna karşın, buna çayır, ölerim derdinden, onu bil. Danışmasan da bana gün. Haydi buna karşın, buna çayır, ölerim derdinden, onu bil. Bu ərazi Şuşanın dağlarla əhatə olunan yeganə böyük hamar yeridir. Adı da Cıdırdüzüdür. Cıdırdüzü turistlərin ən sevimli seyr elədikləri yerdir. Bura əvvəllər Qafur düzü adlanırdı. Qafur adında sakin burada at saxlayırdı. Daha sonralar 19-cu əsrin əvvəllərindən Şuşalılar burada at yarışları keçirirdilər. O yüzden də ona Cıdırdüzü adını verdilər. Cıdırdüzünün qərb tərəfi bir-birinin arxasında yerləşən 3 hündürlükdən ibarətdir. Bu təpələrə 3 mıx adı verilib. Cıdırdüzündən məhz o dağlara açılan mənzərə ilk baxışda heyrət yaradır. Bu hissi onu canlı görəndə daha yaxşı duya bilərsiniz. 2020-ci ildə 28 il sonra Şuşanı işğaldan azad edən Azərbaycan ordusu məhz burada inanılmaz qəhrəmanlıq göstərərək ölkənin hərb tarixinə yeni bir səhifə yazıb. İndi Cıdırdüzü həm də qəhrəmanlıq abidəsidir. Cıdırdüzündən Üçmüx dağının ətəyində, çeşmə ətrafında yerləşən Daşaltı kəndini görmək olar. Bu kənd turistik imkanlarına görə tək Şuşada yox, Azərbaycandan qıraqda da tanınırdı. Kənd 18-ci əsrdə Qarabağ xanı İbrahim Xəlil xan tərəfindən salınıb. Şəhərdən 40 kilometr aralıda Laçın yolunun üstündə yerləşən kəndin bir tərəfindən Daşaltı çayı axır. Daşaltı Şuşa qalasının cənub divarlarının ətəyindəki dərənin adıdır. Coğrafi baxımdan mürəkkəb relyefə malik Daşaltı Şuşa şəhəri və Cıdırdüzünün tam altında yerləşir. Qayaltı mənasını verən Daşaltı kəndi yerləşdiyi ərazinin adını daşıyır. Dağların əzəmətindən, nəhəng vadinin zəhmindən,
İnsanı vəcdə gətirən bu təbiət mənzərəsindən alınan təəssüratı şəkillərlə çatdırmaq, onu sözlə ifadə eləmək çox çətindir. Bir sözlə bu ecazkar gözəlliyi canlı olaraq görmək lazımdır. Məhz o zaman nağıl kimi təbiəti olan bir aləmlə tanış olmaq şansınız olacaq.